Mehdi Bey ile başlayalım. Çünkü ilk konuşmacı oydu. Sizi kürsüye davet ediyorum. Azerbaycan'da Bozkurt totemi konusu. Saygıdeğer hocalarım, hoş gördüm. Bana çok saygıdır. İstəyəm Şəhriyarın şeiri ilə başlayam. Gəlmişəm nazlı hilal ölkəsinə. Gəlmişəm nazlı hilal ölkəsinə. Fikrətin incə hayal ölkəsinə. Akif'in marşı yaşardıb gözümü. Baxaram Yahya Kemal ölkəsinə. Yahya Kemal hocamın varlığına değerlendiririz. Bir çağ börü öbürü kurt. Duymuş ismini bu yurt. El töresi inancıdır. Çevik gence söyleriz. Kurt. Kurt yüreği, kurtun eli. Kurt oyunu, kurtun tüyü. El töresini yitirmez. Tilki olmaz. Kurt oğlu kurt. Azerbaycan'da da başka türler gibi kurt bir değerli yerde, önemde, rolda olmalıdır. Deməli, ünlü mitolog Mircea Eliade'ye göre bir kavmin yok olmasından sonra onu yeniden dirilten ve ata totemi rolünü üstünden gelen heyvan genellikle ayla bağlıdır ve bütün türler içinde de bu kurttur. Azerbaycan'da da bu durum vardır. Azerbaycan'da bu konuda ben bir neçə açıdan buna giriş edeyim. Birinci açı arkeoloji bulgulardır. Gördüğünüz bu figür Azerbaycan'da bulunmuş. Azerbaycan'da Haftvan tepesinde bu obje milattan önce 3000 yıllı bir bozkurt. Bozkurt demeli objedir. Bunun kolunun üstünde 3 tane burada damla görüyorsunuz. Bu 3 tane damla nedir? 3 tane damla benim hocalarım, Türk'ün yazılarını bilen hocalarım biliyorlar. Ant tamgası var Türk içre. Ant tamgası 3 tane kan damgası birbirinin yanında gelir. Ant tamgası yemin etmek damgasıdır. Azerbaycan'da söyleyerler and içtim. Türkiye'de ben bulduğum kadar kanka sözü var. Kanka, kan kardeşi. İki yoldaş, arkadaş birbirinden kanlarını damızdırarlar ayak içine. Ondan sonra başlarına çekip içerler. Kanka, kan kardeşi olarlar. Bunun izin biz Hakani Şirvani'nin şehrinde bulduk. Hakani Şirvani'nin Farsça bir şiiri var. Onda söylüyor. Resmi Turkan est hun hordan zeruye dusti. Hun men hordo ne didez dusti der ruye men. Hakanı burada bu geleneği, bu debi an damgası ile yemin etmek, arkadaş olmanı Azerbaycan folklorundan alıp Fars diline geçirip göstermiştir. Yer adları Azerbaycan'da bakacak yer adları var. Azerbaycan'da Tebriz'de Kurt Meydanı var. İndi çok yazıqlıq onu Qutb Meydanı etmişler. Ancaq elə xalq dilində ona Kurt Meydanı deyirlər. O nədir? Kurt Meydanı qaynaqsal bəlgələrə baxarkən Tarix və Coğrafiyaya Darüssəltəni Təbriz adlı bir əsərdə orada Şahzadə Nadir Mirza böyle yazar. Əskidən burada kurtlar döyüş yapılır. Kurtlara döyüş yapılırdı. Bu kurtlar küçük yaşta yakalanır ve yetiştirilirdi. Her mahaldan bir kurt getirilirdi. Halk silahlanır ve kurtlar dövüşünü izleyirdiler. Bu kurtlar birbirine saldırır, kucaklaşır ve halk taraf tezahüratla dəstəklənirdi. Bu geleneği Şah Abbas yasaklandırmış, pozmuş. Bu gelenekte ölmeler olurdu. O kurtların birbirine saldıranda Şah Abbas bunu pozmuş, gelenek dayanmış. Ancak meydanın adı kalmış. Yine de bu meydanın adı kalmış. Bu Amerikanın muvzesinde bu görük, bu fotoğraf orada seçilip vardı. Onun izin biz təhcə Təbriz yox, Azerbaycan'da Marağa şəhərində də bir Kurt Meydanı kapısı var. Deməli, yəni Marağa şəhərindən Təbrizə gedəndə orada bir Kurt Meydanı kapısı yine de devam ediyor, vardır. En önemli yerlerin biri, toponimlerin biri Zencan'da Kurt Ocağı'dır.
Kurt ocağı nə demək? Zəncanda, Mahnişanda daşları üzrə-üzrə yığmış tikmə daş söyləyirlər. Orada rəhli bezlərlə xalq gəlmiş, o ocağı dəyərləndirmiş, kutsal etmiş. Ona kurt ocağı deyərlər. Kurt ocağı nə demək? Kurtlar deməli bu ölkəyə gələndə, kurt ocağında kurtlar çalışarlar, çaydan gecələr. Kurtlar çaydan, o yaşları keçən kurtlar, qocalan kurtlar, yaşı keçən kurtlar çaydan gecə bilməzlər. Mənim hocalarım bilirlər, kurta ölüm yoxdur. Azərbaycanda da deyərlər, kurtla qiyamata qalacaqsan, yaşayacaqsan. Orada o kurtlar ki, çaydan geçməyə imkanları yoxdur, bura dönərlər. Burada ölməyə, dünyasını dəyişməyə hazırlanırlar. Ondan öncə o halk içrə dəyərli, kutsal bir yer olmadan ona kurt ocağı söylərlər. Və halk inancında bu inanc vardır ki, kurtlar o ölkədə heç bir zaman köydə halklardan kimsəyə asla öldürməzlər. Asla öldürməzlər və deməli, orada kimsə əgər bölgədə bir kurt tərəfindən hər kəs ısırılsa, bu kişi kurt ocağına gedər, götürürlər, orada bir qurban sonar və əlini torpağa vurar, sonra şəfa bular. Bu da, yenə də bu durum bu ölkədə vardır. Azərbaycanda yenə yer adlarından bizim çoxlu Kurttəpə var, Kurtluca var, Kurtca köyü var, Kurtlar köyü var və bu adlarda siz toponimlərdə yenə kurtun dəyərini görə bilərsiniz. Kurta bağlı dün hocalarım, Qırğız, Kazak və başqa hocalarım kurtun adlarından buyurdular. Börü var, karışqır var, kaşqır var, mamo var və buna bənzər başqa adlar işlənər bütün Türk içrə. Azərbaycanda da kurt adı keçər. Kurt adının keçməsindən deməli, ondan başqa şeylər də vardı. Ayrıca burada göstərirlər, adlar var. Kurt və Kurtbəkli adlı bir Hamsə vilayətində körfəzə yaxın, o Fars körfəzi adlanan Kəngər körfəzinə yaxın bir kurt boyu orada, bir kurt aşirəsi söylənər. O kurt aşirəsi Hamsa boyundandır. Onlara kurtlar deyərlər, kurt eli deyərlər. Şimdi də bu durum var, onlar özlərinə kurt söylərlər. Artıq burada deməli kurt dikəni var. Kurt dikəni bir deməli dikandır. Kurt otu var yenə və kurt yeməz bir orqan var. Onlar bütün yine kurta bağlıdır. Dün Firdun hocam kurt sözünün Oğuzlar içrə yaranmasından söz açdı. Divan Loğatü Türk'ten Bəsim Atalay'dan göstəririz. Bəsim Atalay Çaşarlı Mahmud'dan gətirər. Oğuzlar börüyə kurt deyirlər. Görürsünüz. Bu söz kurt sözüne yaxın olan bir qurd sözü var, Farsçaya keçmiş. Yani kurt sözü qurd olmadan Farsçaya geçmiş. O qurd sözü nə deməkdir? Onlar işlədərlər. Yigit, casur, deməli, savaşçıl kimsəyə ona qord söylərlər. Qord sözü biz bilirik ki, incələmədən qoru sözünün, kro sözünün, əmir kipindən necə türük sözü incələşəndə farsların dilində olay tork, türük sözü tork olur. Qurd sözü də onlarda qurd olur. Ona bağlı biz görürük ki, türüklər içrə bu gələnə başqa əski ellərin də içində, Azərbaycana gələn ellərdə Firdun hocam dün açıqlayırdı. Şumercədə, Sumer dilində. Sumer dilində yeni biz o qud sözlüğün görəyik, qu kökündəndir. Logoqramlara bağlı yazılanda, diqqət buyursunuz, qud sözün, qu sözündən sonra u-dur. Bu tam 100% qud oxunmalıdır. Bu kök yine cəsarət, saldırı, kahraman və dans və savaşçı Sumer dilində geçər. Bu addan Divan-ı Loğatü Türk'te de bizim Alpakut varımız. Alp kimsəyə bəllidir. Nə deməkdir? Alpakurt general deməkdir. Divan-ı Loğatü Türk'te
keçər cəsarətdən. Ha belə Tanqut bəy varımız, Qutan bəy varımızdır. Kurdun kutsallığına bağlı, kutsal sözünün kökü kut sözüdür. Azərbaycanda bir iş bitəndə, bir iş sonanda, ancaq dəyərli sonanda. Yəni tükənmə sözü var türklər içində. İş sondu, tükəndi. Tükənmənin müsbət, yaxşı deməli baxışı yoxdur. Söylərlər yemək tükəndir. Ancaq söyləyəndə iş gözəlliklə, kutsallıqla bitdi, sondu. Onda Azərbaycanda söylərlər iş qutardı, iş kutuldu. İş sona çatdı, iş kutsallıqla sona çatdı. Azərbaycanda şimdi bu durumda da biz bunu işləyiriz. Dilimizdə vardır. Təşəkkür edirəm. Yenə elamlar içrə bizim inancımız budur. Varsayda. Elamlar içrə bu kökü ben yox, özümdən yox. Walter Hins'dən göstərirəm. Almanlı, Cermen, Walter Hins, Profesor Hins'dən göstərirəm. Kutlamaq, deməli, güdmək kökü var. Güdmək, kubbe altı sözlüyünə baxınız, hocalarım. Kutmaq kökü vardır. Güdmək sözü, Türkiye, Azərbaycanda güdmək, izləmək nə anlam daşıyar bu? Sözlücə baxınız, hocalarım. Almanca'da hırta. Şimdi İngilizce'de hırt sözü var. Hırt. Çoban. Gözləkçi. Bir azca da genişləndirirəm. Qad sözü var. Hindurupa dillərində qad sözü var. Tanrı deməkdir. Qad sözünə ben Merriam-Webster'ə Gmail attım. Bunun kökü nə? Söylədilər qut kökü. Qut kökü iyi deməkdir, yaxşı deməkdir. Tanrının iki önemli vəzifəsi var. Bir vəzifəsi nədir Tanrının? Tanrının bir önemli vəzifəsi budur ki, təhlükəyə düşəndə, kimsə təhlükəyə düşəndə Tanrı gələr, onu qutarar. Kimsə hata edəndə onu cəzaləndirər. O eynən Türkün güdmək köküdür. Onların dilinə geçmiş, ancaq üçün əskidə getmiş. Çuvaş dilində də bundan sonra Çuvaş dilində də bizim yenə kurdun bir biçiminin adı, bizim pirə sözümüz var. Kurdun bir biçimi Çuvaş dilində pirə sözüdür. Azərbaycanda təsəvvüf sufi böyüklərinin adında ən adlımı Pirə Türkdür. Şeyh Safiyyəddin Ərdəbilinin adı Pirə Türkdür. Pirə sözün eynən qurdunan bir biçimdə Çuvaş dilində görürsünüz arkadaşlar. Və Şumer dilində də onun pil izi meyli, erkək demək vardır. Aşina sözünün Elam eyalətində kişi və kadın adında, kadın və erkək adında. Bizim Avestada dün hocalarımın biri söylədi ki, gökbörü sözü 100 il, 200 il gəlmədir. Ancaq Avestada biz baxsız, Abanyeşdə Qorqi Kəbut varımız. Qorqi Kəbut göçkurt deməkdir. Göçkurt Türkün böyüklərinin biri bir devpərəstdir. Peşəng, Alp Ertunka, Afrasiyabın atasının adlarının biridir. Bozkurt tərcüməsi Farsçada Qorqi Kəbut adı ilə Abanyeşdə Avestada keçiyor. Peşəng onun atasının adı, Qorqi Kəbut adı ilə keçiyor. Bizim Türkün Peçənək qolu da ona bağlıdır. Bu 2000-ci kişinin adı Aşinadır. Bu elamlıdır. Elamlı bir kişidir, adı Aşinadır. Eynən Aşina sözümüz elamda erkək dişiyə işlənər. Onun dişi biçimi Am Atina, yücə ana işlələr. Bu kişi də Dariuşun qabağında isyan edir. Bu kişinin adı Aşinadır. Ona Walter Hins açıqlama verər. Walter Hins'in açıqlamasına baxınız hocalarım. Walter Hins ona açıqlama verəndə burada göstərər ki, Axşayla nə deməkdir? Walter Hins deyər bir özəl addır. Onun anlamı nədir? Mavi yeşil deməkdir. Ak araşdırıcılara bağlı, kökən bilimlərə bağlı ak sözü ilə ay sözü yakın bir söz. Şen renk deməkdir. Divan-ı Loa Türk içrədə var. Son islayda gedir. Son islayda. Qurt payı da soğuşdu ya. Azərbaycanda kurt payı var. Qışlar olsa kurtlar gələrlər, ularlar. Deyər Tanrıdan buyruq, ağzıma kuyruq. Benim payımı verir.
Həşlərdə qurtun payını ayırarlar, apararlar qurta, qurtlar yesinlər. Hocam dünən buyururdular, o davam edir, vardır. Ben Altaylı, deməli Seyfəddin Altaylı hocam Azərbaycan deyimlərinin üstündə işdirdi. İngilislilər özlərinə deyərlər, bizim dilimiz deyimlidir. 9000 dənə deyimimiz var. Altaylı hocam 27.000 dənə deyimi Azərbaycan türkçəsindən gətirdi. Oxford'un 3 qat yüksək. Ben buna üzrə çox gözəl, şimdi prezident dəyişilmədə bizim imkanımız çox güclüləşibdir. Ben buna üzrə Xorasan bölgəsinə getmişdim. Orada 2 dənə ata deyimi buldum. Biri, kurt başı gətirmədir. Bir, çox önəmli, dəyişilməz, istəsin bir fakt araya qoyasan, onlar söyləyirlər, kimsə kurt başı gətirmiş. Kurt başı gətirmə. İkincini deyim, sonum. İkincisi, bu atasözünə bağlı, kurt başı gəzdirmədir. Bir kimsə istəsə deyə ki, ben bu işi sondum, ben bu işdə çox yüksək dərəcəyə gəldim, orada kurt başı gəzdirər. Umuram ki, ben də kurt başı gətirib, kurt başı da gəzdirə bildim. Öz təşəkkür edirəm, sağ olunuz.